Salam değerli izleyiciler. Bu günlerin özel qonağımız olan naturopat Tərənnə Cəfərovaya suallarımız olacaq. Tərənnə xanım, biz bilirik ki, siz sosial şəbəkələrdə də, efirlərdə də aydın şəkildə insanlara TNS Tibet proqramlarından istifadə etmək üçün məsləhətlər verirsiniz. Bəs bu problemləri olan insanlar, autizmdən əziyyət çəkən insanlar, uşaqlar, bu uşaqlara siz nə məsləhət görürsünüz? Demək, mən məsləhət görərdim ki, yəni bu mənim öz araşdırmalarımın nəticəsidir. Əgər hamilə qadın 2-3 ayında kalsium içərsə, bədənini kalsiumla depolayarsa, sonra sinkselin və 5 ayından sonra 9 ayına kimi B-kanla beyin kalsium içərsə, o uşaq həm əqli gəriliyi olmaz, həm raxit xəstəsi olmaz, həm skalyoz olmaz, həm də o uşaqlar wunderkind olar. Yəni bu uşaqlarda artıq anadan ala bilmədiyini, ana axı alır, qəbul edir kalsium, vitaminlər, anadan alır və sağlam uşaq meydana gəlir. Bilirik ki, hər bir dövlətin gələcəyi də sağlam uşaqlardır. Əgər o dövlətin sağlam uşağı olarsa, onun gözəl alimi olar, gözəl təyyarəçisi olar, gözəl müəllimi olar. Demək, ona görə də biz öz gələcəyimizi uşaqlarla qururuqsa, uşaqların sağlamlığını düşünməliyik. Tərənnə xanım, sizcə bu problem belə də gedəcək, yoxsa çarəsi var? Cəlal bəy, mən sizə bir söz deyim. Hal-hazırda bu problemi həll eləmək mümkündür. Necə? Bilirsiniz ki, mən TN şirkətinin mütəxəssisiyəm və araşdırmışam ki, əgər hamilə qadınlar hamilə vaxtı kalsium içərlərsə, bədəndə sink, selin balansını düzəldərlərsə, keysariyə yox, bizim analarımız necə rahat doğuşa gedərlərsə, bu problemi aradan qaldırmaq olar. 70-80% aradan qaldırmaq olar. O 20% o irsidir, o bəzən nəsildə olur, epilepsiya xəstəsi, digər. Aptekdəki kalsiumdan TNS-dəki kalsiumun fərqi nədədir? Cəlal bəy, o qədər gözəl sual verdiniz. Əsl sual budur. Mən indi izah edeyim fərqi nədir. Demək, aptekdə satılan kalsiumlar da iyonludur. Amma onlar insanın mədəsinə düşən kimi mədə turşuluğundan birbaşa molekula çevrilir. Hüceyrə də çox kiçik olduğu üçün onları mənimsəyə bilmir. Amma alimlər oturub, düşünüb 6-7 ildə Alman, Yapon, Çin alimləri belə bir kalsium hazırlayıblar ki, orqanizmə düşən kimi birbaşa iyon şəklində qana sorulsun. Artıq o mədəyə düşəndə molekula çevrilmir. Birbaşa iyon şəklində qana sorulur və hüceyrələrə çatdırılır. Bax, TNS şirkətinin kalsiumun üstünlüyü budur və dünya səhiyyəsi buna görə buna Qızıl Kral mükafatı verilib. Allaha şükür ki, bizim Azərbaycanda hal-hazırda TNS kalsiumu var və insanlarımız artıq dərk edib ki, bunu biz istifadə edəriksə, körpələrimiz istifadə edərsə, nitqdə, əqli gerilikdə, raxti, skalyoz, cavan qızlarımızda ayaqlarında ağrı, saç tökülmə, bütün bu prosesdə, hətta ürək ağrılarını da çoxu kalsium çatışmamazlığından əmələ gəlir. Bütün bunları aradan qaldırmaq olur.